təşəkkür edirəm. Həm də təbrik salamlayıram. Mən ilk dəfədir kitabxanada tədbirdə iştirak edirəm bir gənc yazar kimi. Demək bu tədbirdə iştirak barədə mənə təklif olunanda mən maraqlandım, nə ilə bağlıdır. Yəni dediklər ki, Bəxtiyar Vahabzadənin ifirliyi ilə bağlıdır tədbir. Yəni siz hər bir şairimiz, yazıçımız bizim üçün dəyərlidir. Ancaq Bəxtiyar Vahabzadə adı eşidəndə mənim üçün daha belə deyək, maraqlı deyək, daha gözəl oldu. Çünki Bəxtiyar Vahabzadə yaradıcılığı Azərbaycan üçün çox önəmli bir yaradıcılıqdır. Mən ilk öncədə onu demək istəyirəm ki, İmişli Raylarlılar Kənd Orta Məktəbinin müəllimiyəm və öz şagirdlərimizə mən belə bu mənada fikir bildirmək istəyirəm ki, Bəxtiyar Vahabzadə yaradıcılığını gənc nəslə heç vaxt unutturmamışam öz uğrunda. Sinif rəhbəri olduğum şagirdlərimə Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında hər zaman fikirlər çatdırmışam. Xüsusilə də mən onu demək istəyirəm ki, bu 20 yanvar hadisələri ilə bağlı mən həmişə Bəxtiyar Vahabzadə yaradıcılığında ən kədərli notlardır 20 yanvar hadisələri və hətta mən tədbirə gəlməmişdən öncə həmişə oxuyuram, onun Larisa şeiri var, yəni o 20 yanvar hadisəsində ad yaşlı körpənin dünyasının dəyişməsi və o şeirdə yəni o kuklanın məzar başına qoyulmağı, yəni məsəl üçün balaca qız kuklanı yatırdıran o lay-lay deyər, ancaq orada bildirir ki, kukla ona lay-lay deyir, keşikçiliklər. Yəni 20 yanvar hadisələr haqqında onun yazdığı əsər, mən deyərdim ki, bu hadisəni dünyaya, ölkəmizə və dünyaya daha yaxşı tanıtdı, daha dərindən tanıtdı. Xüsusilə də mən Bəxtiyar Vahabzadə haqqında videoları çox izləmişəm YouTube-da, daha çox. Onun xüsusilə də bu Azərbaycan-Türkiyə qardaşlığı haqqında fikirləri hər zaman mənim üçün önəmli olur. Xüsusilə də o öz ifadəsində həm Azərbaycan sözlərindən istifadə edirdi, həm də Türkiyə sözlərindən, yəni hər ikisinə müraciət edirdi və həmişə belə bir şey, onun bir çıxışında, bunu yəni ana xətt kimi öz nitqində bildirirdi. Bu şərqlə qərb arasında olan fikirlər deyir ki, batı deyir, bu qərb adlananda, yəni qərb və şərq. Yəni bildirirdi ki, bizim bu şərq dünyasında da əslində yaxşı mütəfəkkirlərimiz, dəyərli yazıcılarımız var. Yəni biz əslində özümüzü bəlkə də yaxşı tanıtmırıq. İsraillərə, məsəl üçün Nəsrəddin Tusi haqqında fikirlər bildirirdi ki, bu şərq dünyasının dəyərli bir əxlaqi nasir əsəri var ki, məsələn, ondan mən mütaliə edilmişəm. Yəni özümüzünkü millidir də, yəni bu Bəxtiyar Vahabzadə yaradıcılığı daha çox millilik üzərində dayanır. Yəni belə bir yazıçının olmağı, şairin olmağı, mütəfəkkirin olmağı Azərbaycan üçün böyük bir uğurdur, belə deyərdik. Yəni Bəxtiyar Vahabzadə haqqında mən öz üzərimə düşən bir müəllim kimi öhdəlik onu bilirəm ki, yəni gənclərə, gənc şagirdlərimə mən onları unutturmuram. Yəni hər zaman xüsusilə də məsələn 20 yanvar faciəsində onun şəhidlər şeiri məsələn, xüsusilə də hamının dillər əzbəri olan məsələn şeiri qatil gülləsinə qurban gedərkən gözün sabaha getdi şəhidlər, düşənli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Yəni o şeiri elə yerə toxunduz bu deyil, yazan çıxmır. Telestudiyanı partladıblar, 20 yanvar. Telestudiyanın həyətində Moskvanın nümayəndəsi Rus generalının üzünə tüpürdü Bəxtiyar müəllim və buzda böyle. Dedi ki, biri Nizami Abbasov olub, biri digər telestudiyanın rejissoru olub, biri digər şahidlərin yanında olub, üzünə tüpürüb, siz faşistsiz, siz mənim xalqımın Rus generalının,
Bilirdi ki, onu hansı... Bu elə belə iş deyil. Davam edin, xahiş edirəm. Sağ olun. Onu Elə mən, belə söylüyorum. mən ona yaşım çatmaz, onu bəlkə... Yox, biz gözümüzdən görmüşük bu. Biz yaşamışıq. Baxmışam onu, izləmişəm və Rus generalının Stalin bir videoda izləmişdim belə bir şey. Yəni yenə deyirəm, mən öz ehtimə Üzr istəyirəm, o can bilənləri yerir üstünə. Bir bölgədə kimsə bir nəfər deyir ki, Azərbaycan payı dayanırlar. Yerir üstünə, tabii. General üstünə bitirir bu adam. General, Rus Moskvanın nümayəndəsi. Buyur. Bəxtiyar Vahabzadə yaradıcılığı bizim milli məfkura baxımından, əqidə baxımından çox önəmlidir. Mən istəyərdim ki, belə tədbirlər çox təşkil olunsun. Yəni, mən böyük məmnuniyyət hissi və artıq bundan sonra tədbirlərdə belə iştirak eləmək istəyərdim. Çünki bir gənc yazar kimi mən onu demək istəyirəm ki, bu bir kitabım çıxdı, şeirlər kitabı. Yəni, mənim üçün də önəmlidir ki, mən belə tədbirlərdə iştirak eləməklə həm də yeni mövzu qazanmaq, yazmaq üçün, gələcəkdə yeni kitablar çıxarmaq üçün çox önəmlidir və biraz imişlidə, bilirsiniz, mən belə bir şey demək istəyirəm. Gənclərdə bu yazmaq, bəlkə də bir yerə yığılmaq məsələsi biraz zəifdir deyək. Yəni ki, bəlkə də... Çox zəifdir. Çox zəifdir. Yox, çox zəif yığdılar o yaşıdır, sayfana yaşıdır. Yığılsın da, Dəvət elədilər, gəlmədi. Gənc dəvət eləmək lazımdır. Ən azı, məsələn, bu məclisi götürsək, burada çoxsu yaş baxımından götürəndə yaşlılar daha çox sizin təşkil edir. Təbii ki, bu yaxşı haldır, çünki biz sizdən nə qədər məlumat öyrəndik. Ancaq gənc nəsildə lazımdır, bu davam eləməlidir. Ta ki, burada məsələn, mən tək başına mən çatdıramıram axı şagirdlərə, bəs başqa məktəblərin şagirdləri